Ekran görsənərək necə problem yoxdur. Başlayaq alqoritmdən. Demək, alqoritm deyəndə biz hər hansısa bir məsələnin həlli üçün icraçını təlimatlandıran sonlu sayda dəqiq və aydın addımlar ardıcıllığı başa düşürük. Ümumiyyətlə, alqoritm termini özbək riyaziyyatçısı Əl-Xarəzmin adı ilə bağlıdır. Və Əl-Xarəzm bizdə bu termini elmə ilk gətirib. Eyni zamanda alqoritm bizim həyatımızın demək olar ki, bütün hissəsini təşkil edir də. Bizim həyatımızda baş verən bütün hadisələr bir alqoritmdir. Məsələn, səhər tezdən durub işə getməyimizə, nə bilim, hər hansısa bir məsələyə qərar verməyimizə, məsəl üçün bu gün deyək ki, işə məsələn deyirəm, iki yol var məsələn, hə, tutaq ki, asfalt yolla mı gedəcəm, yoxsa məsəl üçün daha uzun bir yolla mı gedəcəm? Məsələn, buna qərar verməyimiz belə, nə bilim, isti su içəcəm, soyuq su içəcəm. Buna qərar verməyimiz, bütün o marşrut sistemlərinin hamısını dövr eləməsi, sonra həftəlik dərs cədvəlinin təkrarlanması, bunlar hamısı alqoritmdir. Alqoritmin də mütləq bir sonu olur və aydınlar dəqiq, aydın olur. Ə, Baxaq indi. Məsəl üçün, bunlardan deyir, hansını alqoritm adlandırmaq olar? Sizcə hansı alqoritmdir burada? Təhlil. Hansı alqoritmdir? Aha. Alqoritm mərkəzi texnikası qaydalarını, sinifdə şagirdlərin jurnalda siyahısını, metro stansiyalarının siyahısını, avtomobilin texniki pasportunu, bankomatdan pulunu götürün. Burada metro stansiyaları siyahısı ilə deyil ki, yox, sinifdə şagirdlərin jurnalda siyahısıdır. Tam olaraq çatmır. Alqoritm deyəndə dedik ki, nə olmalıdır? İcraçını təlimatlandıran sonlu sayda addımlar olmalıdır da. Yəni bir iş olmalıdır orada. Təlimat, pulun götürülməsi təlimatı məsəl üçün bu deyirsiniz belə. A-da deyir təhlükəsizlik texnikası qaydalar. Bu sadəcə elə bir qaydalar 1-2-3 qoyub qaydalar yazıblar da. Yəni burada hər hansısa bir iş yoxdur bizdə. Sinifdəki şagirdlərin jurnaldakı siyahısı. Olar deyil. Burada da yenə ardıcıllıq kimi sadəcə list olaraq yazıblar. Metro stansiyaları siyahısı. Yenə burada da ardıcıl nəsə verilir. Avtomobil texniki pasportu. Bunlar elə ki, bax, bu 4 dənəsi. Bunlar bizdə sənədlərdir. Amma Y variantında isə artıq bir iş var da, bir icraat var. Bankomatdan deyir pulun götürülməsi. Neynirəm? Məsələn, mənə əmrlər verir. Deyir ki, kartı daxil et, pin kodu yaz, sonra nə bilim, məbləği daxil et, pulu, kartı götür, pulu çək. Bir icraat var da burada artıq. Bəli, bəli, başa düşdüm. Kompüterdə məsələn həllini deyir ki, əsasən aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır. Nədir bu mərhələlər ardıcıllığı? Məsələn, ilkin olaraq bizdə məsələnin qoyuluşu gəlir. Məsələnin qoyuluşu nədir? Hər hansısa bir problem, bir məsələ var və həmin məsələ biz ilkin olaraq başa düşməyə çalışırıq. Analiz edirik də məsələni ilk olaraq. Növbəti mərhələdə məsələn analizi və tədqiqi, həmin məsələni başa düşdük. Artıq bunu necə həll eləmək olar? Tədqiq elədim, məsələn, araşdırdım, riyazi yollar qurdum. Həll alqoritmin yaradılmasında da artıq onu blok sxem formasında qeyd elədim ki, bu məsələni necə düzəltmək olar. Həmin o blok sxemə əsasında onun alqoritmin proqramlaşdırma dilində təsvirini elədim. Yəni hər hansısa bir dil seçdim, proqramlaşdırma dili. Həmin dildə kodlar şəklində yazdım. Daha sonra testləşdirmə və sazlama mərhələsi. Yazdığım kodu işə saldım. Hər hansısa bir xəta varmı, yoxmu bunları araşdırdım. Xəta varsa, yenidən onu sazlama mərhələsinə göndərirəm. Sazlayıram, yəni təzədən onu bir də elə ki, işə salıram, bir də xətalara baxıram. Yox, əgər heç bir problem yoxdursa da, sonda nəticələrin alınması və təhlili mərhələsi gəlir. Burada da yazdığımız koda əsasən alınan nəticələri müzakirə edirik. Bu da belə. Keçdik alqoritmin xassələrinə. Alqoritmi tərtib edəndə həmin alqoritmə müəyyən tələblər qoyulur. Həmin tələblərdə xassələr deyilir. Xassələrimiz determiniklikdir, kütləvilikdir, nəticəvilik və diskretlikdir. Biz ilk anlayışlar keçəcəyik. Həmin ilk anlayışların xassələri ilə, yəni informasiya xassələri ilə alqoritmin xassələrini qatmaq lazım deyil. Bunlar ayrı-ayrıdır. Baxın, nəticəvilik, diskretlik, kütləvilik, determiniklik. Bu 4 dənə xassə, bunlar sırf alqoritmdir. Determiniklik digər adı ilə desək müəyyənlik xassəsi.
Hər hansısa bir məsələni deyir həll edəndə həmin məsələ mərhələlərə ayrılır. Və alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirmə ardıcıllığı müəyyən olmalıdır. Baxın, şərt verir. Müəyyənlik buradan gəlir. Yəni ki, alqoritmin hər bir addımı qəti və birmənalı olmalıdır. Bunlar açar sözlərdir testdə əsas qarşımıza çıxan. Kütləvilik xassəsi. Kütləvilikdə iki dənə şərtimiz var. Birincisi odur ki, müəyyən tip məsələnin həlli üçün deyə qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Yəni, məsələn, kvadrat tənliklər. Kvadrat tənliklər nə ilə həll olunur? Diskriminantla. Onun tapdığımız o diskriminant həlli bütün kvadrat tənliklər üçün eynidir də. Hamısında ödənir. Sonra, alqoritmin təsviridir. Alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. Yəni, başa düşülən olsun. Məsələn, mənim deyək ki, qurduğum alqoritmi hamı oxuyub başa düşə bilsin. Deyək ki, mən orada dəyişənlərə ad vermişəm A, B, C, özümdən adlandırmışam. O A, B, C-nin nə olduğunu qarşı tərəf necə bilsin? Mən onların adlarını daha başa düşülən verə bilərəm də. Məsəl üçün, cəm yazaram, hasil yazaram, nə bilim, dəyişən 1, dəyişən 2, yəni daha başa düşülən formada edə bilərəm. Buna kütləvilik xassəsi deyilir. Nəticəvilik alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayının sonlu olması deməkdir. Yəni, bizim axtarılan nəticəyə gəlib çıxa bilməyimizdir nəticəvilik. Diskretlik hər bir alqoritmdir ayrı-ayrı addımlardan təşkil olunmalıdır. Baxın, ayrı-ayrı addımlardan təşkil olunması. Və bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır. Yəni, ardıcıllıq qorunmalıdır. Burada diskretlik xassəsinin əsas tələbidir. Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar. 4 dənə üsulumuz var. Sözlə təsvir, proqramla təsvir, psevdokodla təsvir, bir də blok sxemlə təsvir. Sözlə təsvir, burada icraçı insandır və kütləvilik xassəsini ödənməyən bir təsvir üsuludur. Nadir hallarda, yəni az hallarda istifadə olunur. Niyə az hallarda istifadə olunur və kütləvilik xassəsi ödənmir? Çünki biz artıq demək olar ki, rəqəmsal dövrdə yaşayırıq və kompüterlər vasitəsilə icra edirik bir çox şeyi. Onlar da sözlə başa düşmürlər, onların anladığı deyil, 0-1-lər şəklində, yəni kodlar şəklindədir. Ona görə onlarda proqramla təsvir istifadə olunur. Sözlə təsvir analog şəkildə, yəni insanların bir-birinin arasında istifadə edəcəyi bir formadır. Kütləvilik xassəsi də ödənmir. Niyə? Məsəl üçün, mənim yazdığım və yaxud da ifadə elədiyim bir şey bir başqası üçün başa düşülən olmaya bilər. Ona görə burada kütləvilik xassəsi ödənmir. Məsəl üçün, sözlə təsvir deyirəm, 10 və 5 ədədlərini daxil elə, vurma cədvəlindən istifadə edib həmin ədədlərin hasilini tap və 50 cavabını qeyd elə. Cavabı qeyd elə, məsəl üçün. Bu bir dənə sözlə təsvirdir. Sonra bunu istəsəm mən proqramla da təsvir edə bilərəm. Proqramla təsvirə digər dillə biz alqoritmik dillə təsvir də deyə bilərik digər formada. Alqoritmin ən yığcam təsvir vasitəsi kodla təsvirdir və bu üsul alqoritmin icraçısının kompüter tərəfindən yerinə yetirildiyi halda daha əlverişli olur. Yəni, təbii ki, bu proqramı kompüterlər başa düşsün deyə biz yazmışıq da. Məsələn, 2 ədədin hasilini tapmaq istəyirik. Bunu Pascal dilində var. Begin başlanğıcı verdik. A-ya 10, B-yə 5, C-yə də həmin ədədlərin hasilini ötürdük. Sonda da C-nin qiymətini aldıq və proqramı sonlandırdıq. Məsələn, bu bir alqoritm idi. Və proqramlaşdırma dilində yazdıq. Sonra keçdik blok sxemlə. Blok sxemlə təsvir üsulu qrafik formada təsvir üsulu gedir. Alqoritmin təsvirində ən geniş tətbiq olunan formadır. Ən əyani təsvir formasıdır. Baxın, bunu testdə əyani formada da yazır. Yəni, əyanilik sözü gördünüzsə, blok sxem götürürsünüz. Alqoritmin müəyyən bir funksiyanı yerinə yetirən bloklar ardıcılığı şəklindədir. Adətən bir blok deyir ki, alqoritmin bir mərhələsinə uyğun olur. Məsələn, baxın, bu başlanğıc və sonu bildirir oval formalı. Sonra bu düzbucaqlar bizdə hesablama bloklarıdır. Sonra verilənlərin daxil olunması üçün məsələn paralleloqram istifadə edilir. Yəni, hər bir blokun özünün mənası var. Bu blok sxemlər də üfüqi və yaxud da şaqili oxlarla birləşdirilir. Məsələn, burada gördüyünüz kimi. Və blok sxemi istifadə etməyin məqsədi də odur ki, onlarda dövr hissəsi, təkrarlanan hissələr, sonra şərt budaqlanma hissəsi rahat bir şəkildə görsənə bilir. İndi, məsələn, həmin o blokların mənaları. Başlanğıc və ya son. Baxın, bu formada da göstərilə bilər və yaxud da o bayaqki kimi gördüyünüz belə ellips formada da görə bilərsiniz. Prosesin başlanğıc və ya sonunu bildirir. Proses bloku, bunlar hesab bloku da gedir. Verilənin qiymətidir.
Sonra onun təsvir formasıdır. Sonra ola bilər ki, yerləşməsidir. Bu tip əməliyyatları biz hesab blokunda təyin edirik. Daxil etmə. Verilənləri kontr daxil və xarici. Məsəl üçün yazıram ki, A bərabərdir 3. Bunu mən paralelogramın içərisində verə bilirəm. Çünki A-ya 3 qiymətini mənimsədib proqrama daxil edirəm. Sonra məntiqi bloklar. Məntiqi bloklar, bunlar müəyyən şərtdən asılı olaraq hesablama istiqamətin seçilməsi üçündür. Yəni, budaqlanın alqoritmdir. Məsəl üçün, şərt verirəm. Deyirəm ki, A böyükdürmü 3-dən? Məsələn, bu şərtdir. Şərti mən nəyin içində verəcəm? Rombun içində. Yəni, məntiqi blokdur. Və şərt bloku heç vaxt xətti alqoritmini görə bilmərsiniz. Yəni, xətti alqoritminin heç vaxt bu romb hissəsi olmaz. Modifikasiya bloku. Modifikasiya dövrü strukturlu alqoritmlərin təsvirində istifadə olunur. Və modifikasiya dövrü strukturlu alqoritmlərdədir. Bunu da biz heç vaxt yenə xətti alqoritmdə görmərik. Bunun da strukturu budur. Məsəl üçün, dövrün getməsi üçün i-dən istifadə olunur. i də bizdə başlanğıc, son və artım qiymətlərinə malikdir. Məsələn, deyək ki, başlanğıcı yazıb 2, sona yazıb 10, məsələn, artımda 3 deyək ki, 2, 10, 3. Bu bizdə dedik, başlanğıc, son və artım. i-nin qiymətləri nə olacaq onda? i-nin qiymətləri 2-dir. 3 vahid artıb olur 5. 5 3 vahid artıb olur 8. 8 3 vahid artıb olur 11. 11 yaza bilmirəm. Niyə? Çünki sonumuz 10 idi. Yəni, dövr alqoritmlərdə belə bu şəkildə bu i-nin qiymətlərinə görə təkrarlanma gedir. Bu da modifikasiya blokudur. Buna indi sonda bir də baxacağıq. Alt alqoritm və ya da alt proqram. Bunlar əvvəlcədən hazırlanmış alqoritmlərdən, yəni alt alqoritmlərdən və ya da proqramlardan istifadə olunması üçündür. Bu sizdə düşmür. Sadəcə bunun blok olaraq necə olduğunu bilməyiniz kifayətdir. Alt alqoritm və alt proqramın işarəsini soruşsa, budur, iç-içə yerləşdirilmiş düz bucaqlı şəklində. Çap etmə bloku isə bu nəticəni göstərir bizə, çıxış blokudur. Sonda məsəl üçün deyək ki, S-nin qiymətini çap eləsin, nə bilim, A-nın qiymətini çap eləsin. Dəyişənin adının içərisində yazır bir dənə. Bu da bizdə çap etmədir, belə əyri bir figurdur. Sonra keçdik psevdokodla təsvir. Psevdokodla təsvir isə bunlar təbii və formal dillər arasında yerləşib. Vahid şəkildə yazılış üçün nəzərdə tutulub, işarə və qaydalar sistemindən təşkil olunur. İstənilən psevdokodda alqoritm 2 hissədən ibarət olur. Alqoritmin bir başlığı olur, bir də onun gövdəsi. Alqoritm sözündən, yəni alq sözündən baş sözünə qədər olan hissə alqoritmin başlığı olur. Baş və son sözlər arasında olan hissə də alqoritmin gövdəsidir. Məsələn, bir dənə psevdokod nümunəsidir. Əgər A böyükdürsə B-dən, onda C A-ya bərabər olsun. Əks halda da C B-yə bərabər olsun. Yəni, psevdokodun məqsədi odur ki, yəni həm sözlər içərisində, yəni insanın başa düşə biləcəyi bir hissə, həm də içərisində proqramlaşdırmaya aid olan hissələr də var. Məsələn, baxın, qoşa nöqtə bərabər mənimsətmə. C-yə A-nın qiymətini mənimsədir, məsəl üçün. Bu bizdə qarışıq bir dildir. Testdə də görəcəksiniz, bu tipdə əslində rahat olur da. Baxırsınız, əgər şərt doğrudursa, birinci hissəni icra edir. Yox, şərt yanlışdırsa, əks haldaya gəlirsiniz, əks haldanınkini götürüb icra edəcəksiniz. Rahat olur bu suallar. Sonra, alqoritmin növləri. Alqoritmin 3 əsas növü var. Xətti, budaqlanan və dövrü. Xətti alqoritmdə ümumiyyətlə, xətti alqoritmik struktur deyəndə biz 2 və daha çox prosesin ardıcıllığını başa düşürük. Və xətti alqoritmdə dedik ki, heç vaxt şərt bloku olmaz. Şərt bloku da dediyimiz o rombuydu. Alqoritm yazıldığı kimi ardıcıllıqla da icra olunur. Məsəl üçün, 2 ədədin cəmini tapmaq istəmişik burada. A-nı, B-ni, C-ni daxil eləmişik. C bərabərdir deyir A plus B-yə. Sonda da C-nin qiymətini çapa vermişik. Da alqoritmi bizdə sonlandırmış olur. Bu xətti alqoritmdir. Yazıldığı qaydada icra olundu. Keçdik budaqlanan. Budaqlanan alqoritmdə isə cəmiyyətin hər hansısa bir şərti ödəyib ödəməməsi yoxlanılır və ona uyğun olaraq sondakı gedişat təyin olunmuş olur, yəni istiqaməti təyin edirik. Məsələn, şərtə yazsam ki, A böyükdürmü, məsəl üçün B-dən. Əgər bu şərt doğrudursa, həq qoluna gəlmiş olur və S1 əməliyyatını icra edir. Yox, şərtimiz yanlışdırsa, o zaman yox qoluna gəlir və S2 əməliyyatını icra edir. Yəni, 2 qoldan birinə getmiş oluruq, istiqaməti təyin eləmiş oluruq. Sonra keçdik bu alqoritmin növlərinə. Əgər bizdə bir dənə şərt bloku görürüksə, baxın, bir dənə şərt hissəsi, bu bizdə sadə budaqlanan alqoritm gedir. Yox, 2 və ya daha artıq biz
şərt bloku görürüksə, bu olur mürəkkəb budaqlan alqoritm. Sonra keçdik bir də onların strukturuna görə növləri. Strukturuna görə tam budaqlanma var, natamam budaqlanma var. Tam budaqlanma odur ki, baxın, hə qoluna da gəlsə, nəsə gəlir burada bir iş icra edir. Yox qoluna da gəlsə, gəlir burada yenə də bir iş icra edir. Amma natamamda isə baxın, hə qoluna gəlib iş icra edibdi, yox qolunda isə heç nə yoxdur. Baxın, görürsünüz, oxun istiqaməti birbaşa sona gəlir. Və yaxud da bunun tərsi də ola bilər. Məsəl üçün, hə qolunda heç nə icra eləmir, amma yox qolunda gedir, məsəl üçün, nəsə bir iş icra edir. Yəni, bu vəziyyət bizdə budaqlardan birində əməliyyatın olmaması və digərində olması bu natamamdır. Sonra keçdik dövr alqoritmi. Dəfələrlə təkrar olunan dövrü prosesi təsdiqləyən alqoritm dedik, bu dövrü alqoritmdir və dövrü prosesi təşkil edən operatorlar ardıcıllığı da dövr adlanır. Dövrlərimiz sadə, bir də mürəkkəb ola bilər. Sadə dövr alqoritmində bir dənə dövr olur. Mürəkkəb dövr alqoritmində isə bir neçə dənə daxili dövrlər ola bilər. Burada biz sxematik olaraq məsələn bu şəkildə görə bilərik. Bu sxematik dövr, sadə dövr strukturudur. Bu da mürəkkəb dövr strukturun sxemasıdır. Burada əgər məsəl üçün belə bir şey verirsə sizə, məsələn, bu şəkildə verib, bunlar da bir dənə xəttin üstündə. Yəni yazıldığı ardıcılıqla gedir. Bu isə xəttin alqoritmin strukturu kimi görəcəksiniz testdə. Sonra keçdik buradan dövr alqoritmlərin növləri. Dövr alqoritmlərdə ön şərtli, son şərtli, bir də parametrik, yəni modifikasiyalı olmaqla 3 dənə növ var. Ön şərtli dövr burada necə gedir? Baxın, birinci şərt görürük. Birinci şərti yoxlayır. Məsələn, gəlir A böyükdürmü B-dən. Şərti yoxlayır. Hərdirsə hə qoluna gəlir, yoxsa yox qoluna gedir. Son şərtlidə isə birinci hesablama eləyir. Yəni, dövrün gövdəsi olur birinci. Ondan sonra gəlir, şərt yoxlayır. Bu da son şərtli olur. Yəni, dövr birinci gəldiyinə görə, gövdə birinci gəldiyinə görə. Buna deyirlər son şərtli. Modifikasiyalı isə bayaqçı kimi dediyimiz kimi, baxın, i-nin başlanğıc qiyməti, son qiyməti və artım qiyməti olur. Yəni, mən dövrün nə qədər gedəcəyim bu hissədən artıq təyin edə bilirəm. Məsələn, bayaqçı kimi i bərabərdir. Yazsaq, məsələn, bu dəfə 3-dən, məsələn, olsun 12-yə kimi. Artım qiymətli olsun, məsəl üçün 4. i-nin qiymətləri nə olacaq? Birinci 3 oldu, başlanğıcı 3 idi. 4 vahid artacaq, olacaq 7. 4 vahid artıb olacaq 11. 4 vahid artıb olur 15. 15 yaza bilmirəm, çünki son qiyməti 12 demişik. Demək, i-nin qiymətləri bu qədərdir və dövr burada 1, 2, 3 dəfə getmiş olacaq. Son şərtli və ön şərtli dövr alqoritmlərlə bağlı bir dənə də qaydamız var ki, son şərtli dövr alqoritmində deyir, dövr mütləq bir dəfə icra olunmalıdır. Baxın, hesablamanı eləyir, sonra şərti yoxlayır. Ona görə deyirik ki, dövr burada bir dəfə heç olmasa mütləq icra olunur. Bir dəfə gəlir, heç olmasa şərti yoxlayır. Amma ön şərtlidə isə, məsəl üçün, şərti burada yoxladı, dövrə düşməyə bilər. Məsəl üçün, deyək ki, A 2-dir, B 3-dür. A kiçikdirmi, A böyükdürmü, məsəl üçün, B-dən, 2 böyükdürmü 3-dən? Yox, birbaşa yoxa gedir. Heç dövrə bura düşmədi də. Ona görə deyirik, son şərtlidə dövr mütləq bir dəfə icra olunur, ön şərtlidə isə dövr ümumiyyətlə icra olunmaya da bilər. Yəni, şərtdən asılı olaraq dəyişir. Bu nəzəri hissələri idi. Buna nəzəriyyəsi bitdi. Gəldi indi hesablama hissəsinə. Hesablama hissəsində, baxın, bir dövrün sayını soruşan tip suallar var. Dövrlərin sayı, təkrarlanmaların sayı, bunları soruşa bilər. Nə edirsiniz burada? Misala baxırsınız, baxın, bu x idi, nə bilim, s, i, j, k-dır, nə bilim, sonra burada düstur yaza bilərsiniz, nə bir oyuqlukda. Yəni, onlar sizə vacib deyil. Sizə lazım olan hissə budur. Baxırsınız burada. Başlanğıc qiymətimiz 2-dir, son qiymətimiz 5-dir. Sondan əvvəli çıxıram, 5-dən 2-ni çıxdım, üstə gəlirəm 1. Bu da eləyir bizdə, demək, 3. Demək ki, təkrar 3, sizə də 1, 4. Təkrarlama sayı olur burada 4 dənə. Bunu da hardan bilirəm? Baxın, məsəl üçün, mən burada i-nin qiymətlərinə fikir versəm, i bizdə birinci 2-dir. 1 artır da bu. Sonra 3 olur, sonra 4 olur, bir də 5 olmuş olur. Bunların sayını tapanda nə qədər oldu? 1, 2, 3, 4. Mən 5-dən 2-ni çıxsam, amma təhcə, bura eləmiş olacaq 3. Ona görə üstə həmişə o xəyallə 1 gəlirik ki, say nisbəti düz olsun.
Burada da eyni qaydada yenə 3 çıx 2 plus 1. Bu eləyəcək bizdə 2. Sonra 5 çıx 3 plus 1. Bu da nə verir bizdə? 3. Bir də 2 çıx 1 plus 1. Bu da bizdə vermiş olur 2-ni. İndi bax bu hissələri ayrı-ayrı tapdıq da biz. Bunları tapdığımız qiymətləri bir-birinə vururuq. 2-ni 3-ə vurdum 6, 6-nı da 2-yə vurdum 12. Demək ki, təkrarlanmanın sayı nə oldu bu hasildə? 12. Burada problem yəqin ki, yoxdur. Tamam, salam, hər vaxt. Salam, hər vaxtınız xeyir. Abi bu necə eləz? Mən başa düşmədim onu. Bu hissəni Adam məsələn o yuxarıda 5 çıxaq 2 üstə gələk deyir bu 3 çıxaq 2. bunun bax qaydası budur. Qaydası budur ki, sondan əvvəli çıxıb üstə 1 gəlirsiniz. Hardan? Son qiymətdən başlanğıc qiyməti çıxırsınız. Yəni sonu bunun 3 veribdi burada. Başlanğıcında 2 veribdi. Hı. Həmin o qiymətə görə mən hesablama edirəm. 3-dən çıxdım 2-ni, xəyalən üstə 1 gəldik. 5-dən çıxdıq 3-ü, üstünə 1 gəldik. Sonra 2-dən çıxdıq 1-i, üstə 1 gəldik. Aldığımız ədədlərdə sonra bir-birinə vururuq ki, təkrarlanmanın sayını tapaq. Yuxarıdakı da eyni üsuldan eləmişsiniz. Necə? Yuxarıdakını da eyni üsulla eləmişsiniz. Hə, yuxarıdakı da 5-dən çıxdım 2, üstə gəldim 1, o da edir 4. Hə. Bildim. Bunun qaydası budur. Daha rahat belə tapmaq istəyirsinizsə, qaydası budur bunun. İndi gəldik sonuncuya. Bu aşağıdakı o x bərabər 15 nə bilim y bərabər x bir üstə gələk 5. Bunlar O nədir? başqa misaldır. O bu birisinə aiddir. Bunun misalıdır o. Hə, elə. Burada deyir ki, alqoritm yerinə yetiriləndən sonra deyir, y dəyişəni hansı qiymət alacaq? Bu asan misaldır əslində. Yerinə qoyursunuz qiymətləri. X-a 15 veribdi. Gətirib o x-i burada yerinə qoyaq. Y neçə olacaq onda? 15-in üstə 5 gəldik. Elədi 20. Z-imiz x plus y böl 4. X-imiz yuxarıda 15 idi. Y-imiz də neçə oldu? 20. 20-ni də 4-ə böləcəyik. 20-ni də 4-ə böləcəyik burada. Bu bizə 5 vermiş olacaq. 15 ilə də 5 bizdə neçə elədi? 20. Sonda baxıram ki, y bir də qiymət alır. Deyir, y üstəcə z çıx 12. Y-in qiyməti baxıram buradadır. 20 idi. Üstə gəlirəm z-i. Z-imiz də 20 almışıq. Sıxıram bir də 12-ni. Düz misalın öz 12-si. Bu da mənə vermiş olur neçə? 28. Bu sadə versiyasıdır. Bunun biraz... Orada mötərizdə yazmamışdı axı, ardıcıl yazmışdı. 28 niyə olur ki? Necə? Ardıcıl yazmışdı. Ardıcıl eləmir. 20 üstə bir dəqiqə mən. Yuxarıda y bölək 4-ü o x plus y bölək 4 deyildi, y bölək 4 kimi qeyd aldıq ha. Burada bunu mötərizədə versəydi, siz deyən idi. X-ən y toplayıb 4-də böləcəkdi. Amma ayrı veribsə y bölək 4 kimi götürürük. Hə, mötərizə verməyib axı. Birinci bölməni eləməliyəm. Sonra hesablamanı, toplamanı edirəm. Sonra keçdik digərinə. Burada deyir ki, alqoritm nəticəsinə görə x plus y tapın. Baxın, şərtdə bizdən başqa şey istəyir, amma mən misaldan başqa şey tapıram. Misala baxsam, baxın burada ya x-i, ya y tapıram, amma məndən sonda bunu istəyir. Yəni, bunu nəzərdən qaçırtmayın. Baxaq görək, başlanğıc x-ə 200 verib, y-ə 195 verib. Düşürəm aşağı. Əgər deyir, x kiçikdirsə y-dən, baxıram, x-im 200-dir, y-im 195-dir, kiçikdir. Yox, x y-dən kiçik deyil axı. Bu hissəni eləmirəm. Gəlirəm əks saldaya. Çünki şərtim ödəmədi. Şərt doğru olmadı. Ona görə bu hissəyə əks saldaya gəldik. Əks saldada y bərabər oldu nəyə? X plus y çıx 1-ə. X-ımız bizim 200 idi.
Y-imiz 195'dir və bunlardan da bir vahid deyir çıx. Bu da məndə almış oluram ki, neçə eləyir? 394. İndi sonda mən dedim, Alınan götürmədiniz də, onu belə deyim. X bərabər x plus y üstə gələk 1 ilə götürmədiniz. Əks halda yazılanı götürdünüz, düzdür? hə, çünki şərti ödəmədi. X, yəni 200-dür, Y 195'dir, kiçik olmadı axı. Ona görə əks haldaya gəldim. Bildim. Y-ə qiymət aldıq 394. Həmin o qiyməti gətirib baxın bu misalda istəyir məndən. X plus Y istəyir. Baxıram Y-in yeni qiyməti var. 394. Artıq o əvvəlki qiyməti istifadə edə bilmirəm. X-in isə qiyməti dəyişməyib. X-imiz 200-dür. Y-imiz də 394 oldu. Bunları da cəmləyirəm. Cəmi vermiş olur 594. Cavabımız olacaq deməli 594. Testdə sizə bunu da verəcək, bunu da verəcək. Çaşıb bunu götürəcəksiniz. Eləmin belə şeydə biraz diqqətli olsanız rahat suallar olur bunlar. Sonra x bərabər 6 şərti deyir olduqda y-in qiyməti neçə olacaq? Burada baxırsınız x-in yerinə 6 qoyursunuz. Şərt hissələri buradır. Bu nöqtə vergüldən sonraki hissələr baxırsınız. Nöqtə vergül qoyub ayırmaq üçün. Hansı şərt ödənirsə onun misalını eləyəcəyik. Baxıram 6 kiçik bərabərdir 5-dən. Şərt ödənir orada. Yox. Bu hissədə şərt ödənir. 6 5-dən kiçik bərabər deyildi. Ödənir. Buranı keçdik. 5 kiçikdir 6-dan. 6 da kiçikdir 7-dən. Bu şərt ödəyir deyə bunu misalını eləyirəm. O birisinə də baxsanız onsuz da ki burada şərt ödənmir. 6 böyük bərabər deyil 7-dən. Buna görə bu da alınmır. Bir dənə orta hissədə 6-nı qoyuram. 6'nın kvadratı üstə gəlmiş 6, üstə gəlmiş 1. 6'nın kvadratı 36, 36 üstə 6, 42, üstə də 1, 43. Və cavab oldu B. Keçək öbürsinə. Ha. Məncə hə, yoldaşlar. Hı -hı. Burada deyir y bərabərdir 1. Sonra x bərabər y plus 3, y bərabər x plus y. Buradan heç nə başa düşmədim, düşürəm şərtə. Deyir, alqoritm yerinə yetirməsi nəticəsində y 10 qiymətini almışdır. Baxın, şərt. Nəticədə deyir 10 qiymətini alıb. Yəni, ən sonda. Alqoritm yerinə yetirməsinə qədər x-in qiyməti neçə olubdur? Məndən x-i soruşur sonda. Baxıram ki, y-in son qiyməti hardadır məndə? Burada. Baxın, son hissə budur. Bunun yerinə əvəzləmə edirəm. Qoyuram 10 bərabərdir. Baxıram yazıb x plus y. X plus y-də mən x-i yuxarıda görürəm də bu hissədə. Baxın, y plus 2 yazıb. Onu gətirib bura əvəzləmə edeyim. Y plus 2. Burada bir dənə də y var da özünün. Plus y. Bax, bu hissə məndə elə ki x oldu. X-in yerinə y plus 2-ni qoymuş oldum. İndi bunu sadələşdirsəm, alacam ki 2y plus 2 bərabərdir 10. Y-im də buradan bərabər olmuş olacaq onda 4-ə. Y tapdıq 4. Bu 4-ü gətirib baxın, Y-in hansı qiyməti var məndə? Burada istifadə eləmədiyim bu hissə qalıb. Burada yerinə qoydum. Tapıram ki, burada da x demək nə imiş? 5 imiş ki, 1 çıxıb 4 eləyib. Həqiqətən də yerinə qoysaz, baxın, x-ə 5 qoysaz, 5 çıx 1, y oldu 4. Bunu zəfət mən bunu yaxşı başa düşmürəm. Yaxşı, bir də baxaq bu sualı. Baxın. Deyir ki, y bərabərdir x çıx 1, x bərabərdir y plus 2, y də bərabərdir x plus y. Y deyir, nəticədə 10 olubdur. Gətirdim, baxın, nəticə buradır. Bunun yerinə 10 qoydum. Mən burada indi tənlikdən heç nə edə bilmirəm, axı, əvəzləmə eləməliyəm. Buradakı x-i bilirəm də mən, y plus 2-dir. Gətirib yerinə qoya bilərəm. Tənlik alacam da. Olacaq onda y plus 2, yəni x-in yerinə qoydum onu. Üstə gəl y, o da bərabərdir 10-a. Burada bir problem var və bu ikisində hələ ki.
Orada o y plus 2 onu o yukarıdaki x'in yerindeki. Y-in yerinə olanda elə y-in özünü yazmısınız. Y-in yerinə olan Y olsun. Buna toxunmadım çünki bu Y-dir. X-i da burada Ha, verib bakın. Y ilə ifadə Bakın. elədim. Bakın. Bunu da həll edəndə 2Y plus 2 bərabərdir 10. Onu da azaltsam 8. Y kim olmuş olur? Onda 4. Həmin o 4-ü də buradan gətirib yerinə qoyuram. Y 4 aldım da. Burada yerinə qoydum. X-i də tapdım ki, demək ki, X elə 5 imiş. Bu birisi də eyni qayda ilə gedəcək. Bunu da istəyirsiniz siz deyin, yazaq. Amma bu birincidə indi qiymət oldu 4. Və necə mən belə başa düşdüm yoxsa? Birincidə X-in qiymətini istəyir. X-in qiyməti də burada baxın budur da. Misalda 4 Y aldığımız qiyməti qoydum bura. Bərabər Aha. 1. Tənlikdir. Tənliyi həll edirsiniz. X bərabərdir 4 plus 1-ə. X də bərabərdir 5-ə. Hə, 5 aldınız. Bildim. İndi bu birisini denəyək. Burada da deyir ki, nəticədə Y 20 olubdur. X-in yenə başlanğıc qiyməti. Y Orada yenə eyni şey. deyin yazaq. Y-in qiyməti 20-dir. Hı -hı. Y-in qiyməti 20-dir. Üstə gələ. Yox, bərabərdir. Burada qoyduq da. X-in qiyməti Sizə də qoyduq. X-in qiyməti 30 saniye. X-in qiyməti budur. X-in yerinə onu qoydum. Sonra bir dənə də çıx Y. O Y hansı Y çıxır orada? Baxın, X-in qiyməti ayrıdır, yuxarıdakıdır. 30 çıx Y. Bir də bu Y-də misalın özü Hə, başa düşdüm. 30 çıx 2Y, o da bərabərdir deyir 20-yə. Bunu da sadələşdirəndə alırıq ki, 10 bərabərdir bizdə 2Y 2Y-ə. bərabərdir 10. Y də onda 5 imiş də deməli. Y-də 5-ə. Y-in 5 qiymətin yenə də gətirib birinci hissədə yerinə qoyuruq. 5 bərabərdir X plus 3-ə. X onda neçə olmuş olur burada? 2. O yəni indi bilmirəm, bu vaxtlar yəqin ki uzun müddətdə hazırlaşır, yoxsa necə? Mən bunlardan elə səndə anlayışım yox idi. Yəni bu belə sadədir bu. Yəni normal misallardır da, budur da. Bizdə informatikada ümumiyyətlə çətin bir riyaziyyat tələb olunmur. Tənlik qurmaqdır, tənasübdür uzağı, yəni bu tip şeylər bilməniz kifayət edir. Qalan hissələr hamısı informatikanın öz materialıdır. Sonra sonuncuda da bayaq dediyimiz kimi idi. Dedik, bu hissələrə baxmırıq. SIJK-lar və yaxud da burada olan misallar bizim üçün önəm kəsb eləmir. Biz əsas bu hissələrə baxırıq. Yolu necə elədik bayaq? Yolu o 3-dən çıxdıq 2, üstə gəldik 1. 5-dən çıxdıq 3, üstə gəldik 1. 2-dən çıxdıq 1, üstə gəldik 1. Aldığımız cavabları da bir-birinə vurduq. Hə. Burada da eyni qaydada 4 çıx 1 plus 1, 5 çıx 3 plus 1. Aldığımız cavabları bir-birinə vururuq. Bu birisi də yenə eyni qayda ilə çıxırıq, üstə gəlirik. 1 üstə vururuq bir-birinə. Bunun bir də blok sxemləri var. Bu nəzəriyyələr reis planını oxuyub yazacaqsınız. Blok sxemlərlə olanda isə məsələn 109 tipli. Bax, bu sadə xətti alqoritmdir. A-nın hansı qiymətləri çap olunacaq? Bizdən A-nı istəyir. Baxıram ki, A-mız 2-dir, B-miz 4-dür, C-miz də 5-dir. S deyir bərabərdir A-ya.
A'mız 2 idi. Demək S oldu 2-yə. Düşdüm aşağı. S deyir bərabərdir. S vur B. S'imiz bizdə 2 idi. Gətirib bu qiyməti yerinə qoyuram. 60 B'nin qiymətinə. B'mizdə 4'dür. S oldu məndə 8. Və bu tipli suallarda biz həmişə son qiymətlərlə işləyirik. Baxın, S-ə yeni qiymət 8 aldım. S-in bu 2 qiyməti istifadə olmayacaq məndə. Mən bu 8 ilə işləyəcəm. Arada nə işləsəm. B də bərabərdir. Deyir, S-in qiyməti üstə gəl C. S-imiz 8'dir. B'miz 5. 5'dir. Üstə də gəldim 5. Bunları da toplayıram. Alıram neçə eləyir? Benim yeni qiyməti oldu 13 4 ləv oldu. B'nin qiyməti oldu 13. B'nin 4 qiyməti sıradan çıxdı. A'mız bərabərdir B plus C'yə. Bəli. B'miz 13'dür. C'miz neçə idi? C'miz də 5. qiyməti dəyişməyib. Əvvəldən elə 5 qalıb. Üstə gəldim 5. Demək A'mız A'nın 2 oldu qiyməti də ləv oldu. 18. A'nın qiymətini istirdi. A'nı tapdıq 18. Çapa da baxın, olsa yazıb A'nı çıxarır. Bildim. Elə bir ki, Yəni bu bu blok sxemdə həmişə ardıcıllıqla gedirik. Yuxarıdan aşağı gəlirik və son qiymətlər nədirsə o qiymətlərlə işləyirik. Hər dəfə yeni qiymət alıb o yeni qiymət tətbiq eləmək lazımdır. Sonra bir dənəsinə də baxaq. Budaqan alqoritmi. Burada baxın 111'də. A deyir 2'dir, B 3'dür, C də 6'dır. Qiymətləri verib yerinə qoyuram. Baxıram, A'nın qiyməti baxın şərt hissəsidir. Burada bu bərabərlik misal deyil, bu şərtdir bu. Yoxluyursunuz bunu. A'nız sizdə neçədir? 2. 2 deyir bərabərdirmi? B çıx 1'ə. Yəni 3 çıx 1'ə. Alıram burada bu 2 eləyir. 2 2'yə bərabərdir. Hə. Gəlirəm hə qoluna. Baxın bu hissəyə gəldik. Burada bir dənə də şərt var. B kiçikdirmi C çıx 4'dən? B'miz 3'dür. C çıx 4 nədir bəs? 6 çıx 4. 6 çıx 4 eləyir 2. 3 kiçikdirmi 2'dən? Yox. Gəldim burada yox qoluna. Artıq hesablama buradadır. Baxıram ki, C-ni tapmalıyam. C bərabərdir A üstü B. Bu işarəni də verib deyir, bu qüvvətə yüksəltmək deməkdir. A üstü B, A'mız bizdə 2'dir. B'miz də 3'dür. 2 üstü 3, bu da elədir 8. Düşdüm aşağı. F də bərabərdir deyir B plus C'yə. B'miz bizdə yuxarıda 3 idi. C'yə də 8 aldıq. Yeni qiymət aldıq. 3'ün üstünə gəldim 8'i. Aldım ki F'imiz oldu 11. 11. Xəttə də fikir versəz, baxın bu xətt buradan gəlir. Keçir hara? Sona doğru. F'i çapa verir. Demək, onsuz da bizdən F istəyirdi. F'i də tapdıq ki 11'dir. Proqramda demək cavab olacaq 11. Bunlarda problem var. Bunlar hələ sadələrdir. Ha, bu xəttli idi. Bu da budaqlanandı. Səsiniz gəlmir. Kim idisə danışın. Bəli, bir də mən hamam, yox da elə bir dənə başqa kimsə var. Yox var, Murad bəy də olmalıydı. Prosto dedim bəlkə o birislərdən siz ona görə danışma. Yox, ümumiyyətlə, kimə Yox, nəsə Hasandır bildim. qaranlıq qalanda deyin. Baxaq. Lüzumun vaxtı bitir. Yenə bir dənə də link Yox, çox atacağım. sağ ol. Orada dövr alqoritmləri də baxaq. O